İndi isə daha ətraflı Prezident İlham Əliyev Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Marian de Jonqun etimadnaməsini qəbul edib. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib. Hazırda Niderland şirkətlərinin ölkəmizdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlət başçısı gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə edib. Səfir ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmək niyyətində olduğunu deyib. Bunun qarşılıqlı fayda verəcəyinə əminliyini vurğulayıb. Prezident İlham Əliyev Misirin ölkəmizdə yeni təyin olunmuş səfiri Hossam Eldine Reda'nın etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev ilk növbədə Şarm əl-Şeyxdə Yaxın Şərq sülh samitinin yüksək səviyyədə təşkilinə görə Misir Ərəb Respublikasına təbriklərini çatdırıb. Görüşdə hökumətlərarası komissiyanın əhəmiyyətinə toxunulub. Yaxın vaxtlarda onun növbəti iclasının keçiriləcəyi qeyd olunub. Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariana Kuyundziçin də etimadnaməsini qəbul edib. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dinamikasını vurğulayaraq bir il ərzində Avropa İttifaqının 3 komissarının Azərbaycana səfərinə toxunub. Azərbaycanın fəal regional diplomatiya siyasəti yürütdüyünü deyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Prezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştirak etdiyi beynəlxalq zirvə toplantılarının bunun bariz nümunəsi olduğunu vurğulayıb. O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu deyərək enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxundu. Avropa İttifaqının regional nəqliyyat bağlantılarının yaradılması layihələrini yaxından dəstəklədiyini qeyd edib. Mariana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi sayəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi. Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Sofi Lagutun da etimadnaməsini qəbul edib. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar və aerokosmik sahələrdə uğurlu inkişafına toxunulub. Prezident İlham Əliyev Kopenhagendə Fransa prezidenti Emmanuel Macronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. Prezident İlham Əliyev BMT-nin məskunlaşma proqramının icraçı direktoru Ana Claudia Rosbachı qəbul edib. Söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminə toxunulub. İcraçı direktor forumun yüksək səviyyədə təşkil edildiyini deyib. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan iri miqyaslı bərpa yenidən qurma işlərinə toxunulub. İşğaldan azad edilən ərazilərimizdə şəhər və kəndlərimizin inşasında yeni müasir şəhərsalma modelinin tətbiq olunduğu bildirilib. Qonaq Azərbaycanın BMT-nin məskunlaşma proqramına könüllü maliyyə töhfələrinə və onun fəaliyyətini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Görüşdə 2026-cı ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanla BMT-nin məskunlaşma proqramı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.